Regionda dəyişikliklər, özü ciddi dəyişikliklər sanki olacaq kimi görünür. Gələn açıqlamalar, atılan addımlara əsasən mən bunu deyirəm. Birləşmiş Ştatlar Ermənistan əməkdaşlığı müqavilə şirkətinin artıq razılaşdırılması, triplə bağlı məsələ razılaşdırıldı. İstərdim biraz da Birləşmiş Ştatların, daha doğrusu Rusiyanın Birləşmiş Ştatlar narahatlığı üzərinə fokuslanaq. Ayrıca Avropa İttifaqı və Ermənistan məsələsinə də bir müdaxilə edərik, bir görərik ki, nələr baş verir. İndi Birləşmiş Ştatlar bəllidir regionla bağlı planı, triplə bağlı planı. Düşünmürəm ki, bundan sonra hansısa bir ölkə qüvvə Birləşmiş Ştatları bu məsələdən geri addım atmağa vadar etsin. Amma Rusiyada indi Zaxarovanın timsalında verilən bu açıqlama sadəcə bir göz qorxutmaqdırmı, ya da nifrət formalaşdırmaqdırmı? Nədir əsas məqsədi? Çox gözəl qeyd edədiniz ki, bu məsələlər çoxsu bəlli idi. Sual yaranır ki, niyə indi? Triplə bağlı məsələlər bu gün həll olunub. Bəli, bu gün Mirzoyan ona tam imza atıb və bu imzanı bu həftə atmağın səbəbi də seçki ilə bağlıdır. Amma bu proseslər hamısı uzun müddət idi, davam eləyirdi. Bunun paraflanmasını biz görmüşdük. Bir qədər bundan əvvəl Amerika Birləşmiş Ştatlarının dövlət katibi İrəvana səfər edərkən bu məsələlər hamısı Vaşinqtonda Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin paraflanması məsələsi müzakirə olanda triplə bağlı müzakirələr gedirdi. Yəni o zaman biz Rusiyanın bu cür aqressiv bəyanatlarını eşitmirdik. Səbəb hesab edirəm ki, yeganədir və bu bazar günü keçirilən Ermənistandakı seçkilərdir. Məhz bu seçkilərlə bağlı olaraq Rusiya tərəfi bu cür bəyanatlar verir. Amma Rusiya tərəfinin əgər doğrudan da narahatçılığı varsa, real narahatçılığı varsa trip marşrutu ilə birinci növbədə sualı özünə verməlidir ki, ona görə ki 2020-ci ildə bu Ermənistanla Azərbaycan arasında münaqişə bitəndə hər iki tərəfin arasında imzalanan sənəddə həmən o yolun açılması ilə bağlı bənd var idi və o yolu Rusiya eləməlidir. 5 il vaxt keçib. Niyə Rusiya hər hansı bir ciddi addım atmadı, bu yolu həyata keçirmədi? İndi bu günləri bir ilin içində qısaca Amerika Birləşmiş Ştatları gəlib artıq şirkət də açır, maliyyə də ayırır buna. Hətta nəinki yolu biz görürük ki, burada təkcə yoldan söhbət getmir. Burada avtomobil dəmir yolundan əlavə olaraq qaz xəttlərindən söhbət gedir, neft xəttlərindən, kiberoptik xəttlərdən gedir, elektrik xəttlərindən və s. və s. Və bu cür qıcıqlanırsınız. Yəni bu əslində baxanda günahı birinci növbədə özlərində görməlidirlər. Amma yenə də qayıdıram ki, bugünkü bəyanatda sadəcə olaraq seçki qabağı aparılan seçicilərə olan təsir elementlərdən bir qarayaxma kampaniyasıdır mı deyirsiniz Murad bəy? Bu arada Zaxarovanın digər bir açıqlaması da var. İndi xahiş edəcəm, biz onu təbii ki bir qrafik görüntü olaraq hazırlamışıq. Başqa bir aspektdən də yenə toxunub bu məsələyə, xüsusən də Birləşmiş Ştatlarla bağlı məsələdə. Deyir ki, Avropa və Birləşmiş Ştatlar Ermənistana ələ keçir, tala məntiqi ilə yanaşırlar və onlara bu ölkənin nadir torpaq elementləri lazımdır, deyir Mariya Zaxarova. Təbii ki, açıqlamasının detalları nədən ibarətdir? Bir baxaq. İrəvanda iki tərəf üçün məcburi xarakter daşıyan beynəlxalq müqavilələr bağlamadı, o, deyir Mariya Zaxarova. Çünki bu, bərabər hüquqluluq olardı, müəyyən deklarativ sənədlər imzalandı. Bununla yanaşı Birləşmiş Ştatların çox maraq göstərdiyi nadir torpaq elementləri sayəsində yönələn açıq tendensiya müşahidə olunur. Yəni, heç bir məsuliyyət götürmədən, amma rəqəmsallaşma, yüksək texnologiyalar və süni intellekt nəzərə alınmaqla gələcək inkişafın vacib hissəsi olan sahələri özləri üçün əvvəlcədən təmin ediblər. Yəni, deməyindən belə çıxır ki, Birləşmiş Ştatların əsas məqsədi burada Ermənistanın iqtisadi potensialını inkişaf elətdirmək ya da ki, sərhədləri açmaq, o dalandan çıxarmaq deyil. Birləşmiş Ştatların özünün hədəfi var ki, məhz sərvətdən istifadə eləməkdir, müəyyən bir nadir torpaq elementlərindən yararlanmaqdır, deyir Mariya Zaxarova. Bilirsiniz, dünyada belə bir vəziyyət formalaşıb ki, böyük dövlətlər əlbəttə ki, kiçik dövlətlərlə əməkdaşlıq edəndə ilk növbədə öz maraqlarını həyata keçirməyə çalışırlar. Və həmən o siyasəti Rusiyada aparır bu ölkələrdə, həmən o siyasəti Amerika Birləşmiş Ştatları da aparır. Amma bu iki ölkənin arasında böyük fərqlər var. Amerika Birləşmiş Ştatları hansısa bir ölkəyə gələndə ora texnologiya gətirir, maliyyə gətirir, inkişaf gətirir. Rusiyadan fərqli olaraq ora kasıbçılıq, müharibə və s. idxal etmir. Bu baxımdan mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatları bu günləri Ermənistanla inkişaf əməkdaşlıq eləməsi Ermənistanın gələcək inkişafına mənfi təsir edəcək. Bax, burada suallar verir, məsələn, nadir elementlərlə bağlı belə bir fikir söylənilir ki, artıq güya müqavilələr var və bu müqavilələrə əsasən belə fikir söylənilir ki,
bu müqavilələrdən irəli gələrək ancaq və ancaq Amerikan maraqları üstün tutulur. Amma bu müqavilələr yoxdur hələ. Hələ ki, niyyət protokolları imzalanır, yəni axtarış işləri aparacaq və s. və s. ondan sonra bilinəcək. Süni intellektlə bağlı gələndə, bəli, Amerika şirkətləri, Nvidia bu günləri aktiv Ermənistanda fəaliyyət göstərir və mən düşünürəm ki, Ermənistan bundan yararlanacaq. Amma bu cür proyektləri Rusiya Ermənistanda keçirə bilər. Rusiyanın belə bir texnoloji imkanları var. Yox. Görürük ki, bunlar hamısı bir məqamda demək olar ki, həmçində qısqançılıq bir faktoru da var. Yəni sanki Rusiyanın özü Ermənistandan yararlanmır mı? Belə də bir sual da çıxarəsində oraya. Və bir sual da verək ki, bu vaxta qədər Ermənistan Rusiyanın təsiri altında olub da. Baxaq görək Ermənistan nə vəziyyətdədir Rusiyanın təsiri altında və Ermənistan son Azərbaycanla müharibə bitəndən sonra bizim bu sülh addımlarımız bir yerdə atdıqdan sonra hansı nailiyyətlər əldə olunub? Görür ki, Azərbaycandan aldığı neft məhsullarını, benzin və s. sayəsində Ermənistanda benzinin qiyməti aşağı düşür. Məsələn, Azərbaycanın onlara açdığı yol, tranzit yolların hesabına buğdanın ora gətirilməsi ucuzlaşıb, çörəyin qiymətində bu fərqlər var. Yəni, artıq Azərbaycanla bir yerdə sülh prosesində iştirak eləməyə Ermənistana müsbət dividendlər gətirir. Əlbəttə. Amma vaxtilə Rusiyanın orada maraqlarını həyata keçirməklə Ermənistan sadəcə olaraq regionda müharibə, işğalçılıq və bu cür siyasət aparırdı. Nəticə etibarilə əlbəttə ki, qonşulara da bizə də ziyan vururdu. O cümlədən özünə də ziyan vururdu. Hansı barədəki bu günləri Nikol Paşinyan açıq-aydın öz təbliğat kampaniyasında danışır. Bu arada sadəcə Zaxarova belə bir formada mövqe bildirmir. Averçukun da mövqeyi var. Onlardan birini istərdim qeyd eləyək ki, vurğulayır ki, Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin kəsilməsi qərarı İrəvandan asılı və bu barədə Ermənistan tərəfindən də soruşulmalıdır, deyir Averçuk. Davamında nəyə gətirir? Açıqlamasının davamı olaraq nədən ibarətdir Murad bəy? Deyir ki, əgər İrəvan Avropa İttifaqının Avrasiya İqtisadi İttifaqından daha yaxşı olacağına inanırsa, bu seçim edə bilər, amma bizim hesabımıza deyil. Biz ermənilərin özləri üçün ən yaxşı hesab etdikləri şeyin tərəfdarıyıq. Əgər onlar Avropa İttifaqında daha rahat və daha yaxşı olacağını düşünürlərsə, ora gedə bilərlər, deyir Averçuk. Amma indi daha başqa da bir önəmli açıqlaması gəlib Murad bəy. Nədən ibarət? Deyir, əgər Ermənistan Avropa İttifaqı ilə yaxınlaşmanı davam etdirmək qərarına gəlsə, Rusiya nə Avrasiya İqtisadi İttifaqı çərçivəsində, nə də ki, iki tərəfli müqavilələr vasitəsilə İrəvanı dəstəkləyəcək. Bundan sonraki qərarlar digər məsələlərdən yanaşı Ermənistan seçkilərinin nəticəsindən asılı olacaq. Yəni Ermənistan Avropa yönümlü bir siyasət yeridəcəyi təqdirdə, Paşinyan yəni seçkilərdə seçiləcəyi təqdirdə Rusiya buna uyğun olaraq bir plan hazırlayacaq deyə. İndi bu plan nə ola bilər Murad bəy? Bu plan sadəcə olaraq nə olacaq, bəlkə də ki, onlar özləri də bilmirlər nədən ibarət olacaq. Amma bu retorika bir mənalı olaraq seçki qabağı təbliğatla bağlıdır. Seçicilərə təsir etmək, onları qorxutmaq ki, Nikol Paşinyanın partiyasına səs versələr, onlar ciddi şəkildə iqtisadi baxımdan əziyyət çəkəcəklər. Biz görürük, onlar hətta qazın qiyməti ilə bağlı fikirlər söyləyirlər ki, biz 160 dollardan 1000 kubometr qaza pul alırıq Ermənistana, amma əslində elə deyil. 160 dollardan onlar o qazı verirlər Ermənistanda olan qaz şəbəkəsinə. Qaz şəbəkəsi isə Gazproma aiddir, Rusiya aiddir. Həmən o qaz şəbəkəsi, Rusiyanın Gazprom şəbəkəsi paylayır bunu 360 dollardan. Bu bir. İkincisi, Ermənistan tərəfi açıq-aydın deməyib mən Avrasiya Şurasına çıxacağam. Və Paşinyanın fikirlərində də biz görürük ki, biz bu fikri söyləməmişik. Və birbaşa olaraq bu günləri biz qərar veririk Avropa Birliyinə getmək. O ilə də bağlı fikirləri biz eşitmirik yaxı. Sadəcə olaraq bu ritorika fikir verir. Bu ancaq seçki qabağı belə bir başlandı. Yəni elə bir mühit mi yaratmağa çalışır Rusiya ki, bax Ermənistan belə bir istəyi var, Ermənistan sakinləri. Yəni biraz ayılın mı ya da ki bir reaksiya mı verməyə çalışır? Bir məqamda əlavə edimsə, bu yaxınlarda Ermənistandan tələb edilir referendum keçirmək ki, Avrasiya Şurasına çıxmağa. Amma sual yalanı, onu tələb edənlər, bəs Ermənistan Avrasiya Şurasına daxil olanda bəyəm referendumdan daxil olmuşdu? Yox. Görürsünüz nə qədər absurd belə bir yanaşmalar, bəyanatlar var. Düşünürəm ki, bunların hamısı pik həddi bazar günü keçirilən seçkilərəcəndir və əmin edirəm ki, seçkilər bitəndən sonra Rusiya tərəfi başa düşəcək ki, artıq Paşinyan hakimiyyətdə qalıb və çalışacaq bu münasibətləri bərpa eləmək. Oxşar vəziyyət
2020-ci ildə Paşinyan seçkilərində də oldu. Seçkilər ərəfəsi bir təbliğat getdi və ondan sonra Rusiya tərəfi yenə də Paşinyanla əməkdaşlıq eləməyə Yəni deyirsiniz ki, səngiyəcək bu cür bəyanatlarda. Düzdür, indi Rusiya addım atır, amma Avropada görünən odur ki, bir növ Rusiyaya qarşı da mövqeyini sərgiləyir. Sözümüncə nədir? Ursula von der Leyen'dən bir açıqlama gəlib Murad bəy. Nə deyir? Avropa İttifaqı Rusiyanın Ermənistandan ixraca tətbiq etdiyi son məhdudiyyətlər iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir və bu fonda rəsmi İrəvana dəstək verməyə də hazırlaşır. Ursula von der Leyen qeyd edir ki, Ermənistan baş naziri Nikol Paşinyanla biz regiondakı cari vəziyyətlə bağlı telefon danışığı apardıq və son dövrlər bu ölkəyə qarşı tətbiq edilən məhdudiyyətlər barədə müzakirə apardıq. Baş verənlər iqtisadi təzyiqdən başqa bir şey deyil və tamamilə qəbul edilməzdir, deyir Avropa Komissiyasının nümayəndəsi və Avropa qətiyyətlə Ermənistanın yanındadır. Hazırda rəsmi İrəvan üçün xüsusi dəstək paketi də hazırlanır. İndi bu dəstək paketi də açıq belə biraz danışaq Murad bəy. Nə qədər vaxta qədər tab gətirə bilər Avropa bir növ nəyisə kompensasiya etmək baxımından? Gəlin belə danışaq da, Ermənistan balaca bir ölkədə 3 milyon əhalisi var. Yəni onun Rusiya ixrac elədiyi məhsulların da sayı, yəni maliyyə baxımından o qədər də çox böyük deyil. Yəni problem yaratmayacaqmı deyirsiniz? Avropa Birliyi üçün kompensasiya ödəməyə. Yəni bu birinci faktordur. Məsələn ki, Avropa Birliyi kreditlər ayıra bilər. Bu günlər Avropa Birliyi 5 ildir müharibə aparan Ukraynanın maliyyə sistemini demək olar ki, tamamilə dəstəkləyir və Ukrayna valyutasının görürsüz məzənnəsi də stabil qalıb, baxmayaraq ki, belə bir ağır müharibə aparır. Yəni Avropa Birliyi istəyi olsa, siyasi istəyi olsa, onun maliyyə imkanları kifayət qədərdir ki, bu Rusiya tərəfinə tətbiq olan iqtisadi embargonun nəticələrini aradan qaldıra bilsin. Bu birinci məsələ. İkinci məsələ ondan ibarətdir ki, seçkidən sonra sülh müqaviləsinin imzalanması gözlənilir. Seçkidən sonra Ermənistan tərəfi qısa bir müddətdə gərək konstitusiyasını dəyişiklik eləsin ki, biz bu sülh müqaviləsini imzalayaq və ondan sonra artıq Azərbaycanla da, Türkiyə ilə də sərhədlər açılacaq, bu alış-veriş də açılacaq və bu baxımdan Ermənistan öz məhsulları üçün də yeni bazarlar da əldə edə biləcək. Bu faktorları nəzərə alsın. Məsələn, qazla söhbət gedirsə, Rusiya tərəfi qazla hərdən birdən hədəliyir. Ermənistan üçün çox rahat olacaq, məsələn, Azərbaycan tərəfindən bu qazı əldə eləmək. Azərbaycan dünyanın 16 ölkəsinə, Avropa mərkəzinəcən qaz göndərir. Bu baxımdan buradan bura Azərbaycan Ermənistana qazı verməyə biz üçün də hətta iqtisadi baxımdan da sərfəlidir. Yəni, belə bir faktorlar düşünürəm ki, o müəyyən dövrü kompensasiya eləyə bilərlər. O dövr ərzində də Ermənistan qısa bir müddətdə düşünürəm ki, yeni iqtisadi imkanlar ki, yaradıb bu sülh Cənubi Qafqazda. Kompensasiya eləyəcək ondan. Bəli, ondan kompensasiya eləyə bilər, yaralana bilər. Təşəkkür edirəm Murad bəy. Minnətdaram təhlilləriniz üçün, həm də studiya qonağımız olduğunuz üçün. Murad Sadəddinov, siyasi şərhçi studiya qonağımız idi.